Salam əziz müdavimlər, mən Merizm kursunun musiqi məktəblərinə attestasiya və işə qəbul üzrə müəllimi Nazlı Allahverdiyeva. Bugün sizinlə Barokko dövrünün ən görkəmli nümayəndələrindən olan Johann Sebastian Bach haqqında danışacağıq və sizi əmin edirəm ki, bu məlumatlar heç yerdə görmədiyiniz və eşitmədiyiniz olacaq. Gəlin başlayaq. Johann Sebastian Bach 31 mart 1685-ci ildə Almaniyanın Eisenach şəhərində anadan olub. Ailənin ən kiçik yaşlı övladı olan Bach ümumiyyətlə musiqiçi ailəsində anadan olub. Atası Johann Bach gözəl skripka ifaçısı olub və oğluna da gənc yaşlarından skripka ifa etməyi öyrədib. Ailənin ən gec dünyaya gələn ən gənc övladı olması səbəbilə valideynlərini də gənc yaşda itirir və qardaşı Johann Christoph ona sonradan müəllimlik edir. Həmçinin özünün öyrəndiyi klavisin aləti və sonradan orqan ifaçılığı ilə bağlı öyrəndiyi bu istedad ona qardaşı tərəfindən verilir. Bunu da qeyd edim ki, onun qardaşı Johann Christoph sizin də yaxından tanıdığınız Pachelbel'in tələbəsi olub. Pachelbel'in ən məşhur əsəri olan Kanon in D əsərinə girib YouTube-dan qulaq asa bilərsiniz. Onu da qeyd edeyim ki, klavir alətində ifa eləmək Baxa gənc yaşlarından çox böyük zövq verirdi. Xüsusilə orqan alətində ifa eləməyi o çox sevirdi. Bildiyiniz kimi onun ən tanınmış əsəri orqan üçün yazılmış Toccata və Fuga olan re minor tanalığında olan əsər olub. Bundan əlavə onun yaratdığı əsərlər içərisində yaxşı temperasiyalı klavirin hərəkəçiliyi, si minor messası, yüksək messa və dünyada bir ilk olan Brandenburg konsertləri ümumiyyətlə musiqinin ən böyük incilərindən hesab olunur. Gənc yaşlarından musiqiyə çox böyük marağı olub, baxın, xorda iştirak edib. Lakin yeniyetməlik dövrünə çatanda artıq səsini itirir və artıq xorda ifa edə bilmir. Gənc yaşlarda öyrəndiyi klavir və orqan istedadı və bacarığı sayəsində sonradan onun həyatında Weimar kimi bir şəhərdə iş tapmaq onun üçün çox rahat olur. Onu da qeyd edeyim ki, o gənc yaşlarında Lüneburqa köçür və burada artıq musiqi məktəbinə yazılır və burada öz istedadını daha da inkişaf etdirir. Həm xorda oxumağı öyrənir, həm klavir bacarıqlarını inkişaf etdirir. Təbii ki, bu da böyük qardaşı Johann Christoph'un sayəsində olur. Onu da qeyd edeyim ki, o Lüneburqdən çoxlarının bildiyi yanlış məlumat birbaşa Weimar'a köçmür. O birinci Almaniyanın bir əyaləti olan Arnstadt əyalətinə köçür. Bu da əslində Weimar'a çox yaxın bir əyalətdir. Burada artıq orqan ifaçısı kimi işləməyə başlayır. Deyilənlərə əsasən, yəni rəvayətə əsasən, əslində Bach burada musiqiçilərlə çox da yaxşı anlaşa bilmir. Bir çox musiqiçini bəyənmir. Məsələn, belə bir rəvayət var ki, o bas ifaçısı, yəni bas səs ifaçısı haqqında gözəl fikirlər söyləmir, onun səsini bəyənmir. Lakin müdiriyyət onu burada saxlamağa davam edir, çünki Bachın istedadını və yazdığı əsərləri çox bəyənirlər. Bach öz dövründə gözəl ifaçı kimi çox geniş tanınmışdı. Onu çox gözəl qiymətləndirirdilər, lakin bəstəkar kimi onun əsərlərini bəyənmirdilər və anlaya bilmirdilər. Çünki Bachın maraq dairəsi adətən polifoniya janrı üzrə idi. Polifoniya fakturası üzrə idi daha doğrusu. Polifoniya nədir bilməyiniz üçün izah edim. Polifoniya poli çox, fon isə səs sözündən götürülüb, yəni çox səsli musiqi deməkdir. Bu da sizin düşündüyünüz kimi akordlar və melodiya deyil. Burada hər bir səs özünün bərabər hüququna sahibdir. Yəni hər bir səs bərabər hüquqludur və hər bir səsi ayrılıqda melodiya kimi istifadə etmək mümkündür. Baxın, maraq dairəsinə həmçinin Vivaldi də girirdi. Çünki Vivaldinin yazdığı İtalyan konserti onun ümumiyyətlə yaşadığı dövrdə ən bəyəndiyi əsərlərdən biri idi. Sonradan özünün də İtalyan konsertinin yaranmasına səbəb olan əsərdir bu. Həmçinin o Rondonun qədim versiyası olan Ritornello, yəni referenda adlanırdı həmin dövrdə və Da Capo formasında əsərləri də çox geniş maraq salır və bu dövrdə bu tipdə əsərlər yazmağa səy göstərir. Qeyd etdiyim kimi, Arnstadtdan Mülhenhausa köçdükdən sonra burada da həmçinin orqan ifaçısı və orkestr üzvü kimi çalışır və burada olduqda o həyat yoldaşı Maria Barbara ilə evlənir. Maria Barbara onun çox yaxın qohumu olur və onların ümumilikdə 11 övladı olur. Baxın, ikinci həyat yoldaşını da hesaba qatsaq, ümumiyyətlə baxın, yaşadığı dövrdə 20 övladı olub. Təəssüf ki, bunlardan cəmi 10 nəfər övlad sağ qala bilib. Mülhenhausda o özünün bir sıra əsərlərinin belə desək, əvvəlki versiyalarını işləməyə başlayır. Məsələn, orqan əsəri olan Re minor Toccata və Fuganı burada işləməyə başlayır. Çoxlarınız Weimar bilir, amma o əslində Mülhenhausda onu işləmiş olur. Yaxşı temperasiya klavirdən bəzi pürlüd fuqaların işləməsi bu dövrə aiddir. Və həmçinin o xoral pürlüdlərlə də çox yaxından maraqlanır.
ənənəvi himnlər olan, yəni Alman kilsə himnləri olan, xalq mahnılarına götürmüş himnlər olan xoral prelüdləri məhz bu dövrdə yazır. Həmçinin bu dövrə aid bəzi maraqlı faktlardan da biri odur ki, o kantata yazmağa da başlayır və sonradan öz istəyi ilə Weimar şəhərinə köçür. Nəyə görə bu kitablarda əslində Weimar dövrü kimi ümumilikdə götürülür? Çünki baxın, əslində amalı Weimar şəhərində işləmək olur. Həmin dövrə görə Weimarda işləmək və yaşamaq olduqca prestijli bir iş idi və o düşünürdü ki, Weimarda yaşasa həm ailə vəziyyəti yaxşılaşacaq, həm də refah səviyyəsi də yüksələcək. Çünki Weimarda maaş standartları da yüksək idi. Weimarda işləməyə başlayandan sonra burada özünün görkəmli orqan əsərlərini yazır, bura xoral prelüdlərinin davamını qeyd edə bilərik. Fantaziya Fuqa Sol minor artıq Mülhenhausda işləməyə başlamışdı. Toccata Fuqa Re minor yenə Mülhenhausda işləməyə başladıq və Weimarda tamamladığı əsərlərdən biridir. Xoral prelüdlər və bir sıra klavir əsərlərini də burada yazmağa başlayır. Sonradan isə maaşın onu qane etməməsi səbəbilə ki, bax sonradan bütün şəhərləri dəyişmə səbəbi yenə bu maaş məsələsi olur. O öz ərizəsi ilə işdən çıxmağa çalışır. Müdiriyyət onu bacardığı qədər yola gətirməyə və burada saxlamağa çalışsa da sonra da uğursuz olurlar və bax ərizəsini yazıb işdən çıxır və həyat yoldaşı ilə birlikdə Kötenə köçür. Kötenə köçdüyü müddətdə həyat yoldaşı birdən-birə xəstələnir və vəfat edir və vəfatından 1720-ci ildə həyat yoldaşı vəfat edir. 21-ci ildə isə bax yenidən evlənir. Bu dəfə Anna Magdalena ilə evlənir. Ümumilikdə götürsək, baxın həyatının ən xoşbəxt dövrləri Kötendə olduğu 4 ildir. Anna Magdalena Baxla evli olduğu müddət. Çünki Anna Magdalena Bax da musiqiçi idi və həyat yoldaşına bir çox musiqi sahəsinin bir çox hissəsində də kömək edir. Həmçinin əsərlərini də yazmaqda onun köməyi olur. Köten dövründə özünün klavir əsərləri olan Yaxşı Temperasiyalı Klavirin 1-ci cildi yazılır. Bildiyiniz kimi 1722-ci ildə bu cild ərsəyə gəlir. Bu əsərin ərsəyə gəlmə səbəbi odur ki, həmin dövrdə Andreas Alman orqan ifaçısı Andreas Werkmeister ilk dəfə müntəzəm temperasiyalı klaviri yaradır. Yəni hər bir səsdən bərabər hüquqda istifadə etmək olur. Bunun sayəsində də bax düşünür ki, mən bu sistemi sübuta yetirməliyəm. Həqiqətən də bərabər hüquqludur bu səslər və bu yaxşı temperasiya klavirin 1-ci cildi əmələ gəlmiş olur. Bundan əlavə o fransız suitalarının bəzi hissələrini, İngilis suitalarının bəzi hissələrini burada tamamlayır. Suita bir neçə müxtəlif təzadlı əsərdən əmələ gəlmiş silsilə əsərdir. Onu da qeyd edim. Suita sözün mənası da ardıcıllıq deməkdir. Və bu suitaya daxil edir bəzi maraqlı fərqli ölkələrin rəqsləri. Məsələn, birinci rəqs Almanda idi, 4x4 ölçülü rəqs idi və ağır templi əsər idi. Daha sonra Kuranta fransız rəqsi idi, daha yüngül 4x4 ölçülü əsər idi. Sarabanda əsəri rəqsi daha doğrusu İspan rəqsi idi və yenə 4x3 idi. Əvvəllər bu əsər cənazələrdə marş kimi istifadə olunardısa, hal-hazırda baxın suitalarında isə əlavə rəqs kimi istifadə olunurdu. Bundan əlavə Jigada İngilis və Şotland rəqsləri kimi gedir. Bu əsər isə tez templi, olduqca iti templi gəmiçilərin daha çox istifadə etdiyi bir rəqs idi. O da iti templi idi. Bundan əlavə Jiga ilə Sarabanda arasında isə bax həmçinin menuetdən, qavoddan, ariyalardan və o təzadı örtə biləcək maraqlı əsərlərdən istifadə edirdi. Partita və bəzi yerlərdə isə suita adlandırılan İtalyan suitaları isə onun sonraki dövründə, yəni Leipzigdə olduğu dövrdə yaranıb. Bunları partita adlandırmağımızın səbəbi o idi ki, bunlar skripka üçün yazılmış əsərlər idi əslində. Kötendə olduğu müddətdə sonatalarda yaranan onun bu sonatalara skripka və fortepiano, yəni daha doğrusu skripka və klavisin üçün sonata, alt və klavisin üçün sonatada misal göstərmək olar. Dediyim kimi, Köten onun yaradıcılığının pik nöqtəsi idi və o burada çox xoşbəxt idi. Klavir üçün əsərlər yazmaqda onun çox xoşuna gəlirdi. Orqan üçün əsərlər burada çox yaranmayıb, çünki orqan alətinə əl çatanlığı çox yox idi, baxın. Daha sonra o Leipzig şəhərinə köçür, öz istəyi ilə yenə burada maaş problemini göz önünə sərə bilərik. Ümumiyyətlə, baxın, şəhərləri dəyişdirməsinin ən böyük səbəbi onun ailə yaşam standartını yüksəltmək istəməsi, davamlı yüksəltmək istəməsi idi. Ya maaşdan narazı qalırdı, ya əsərlər çox ona tapşırılırdı. Məsələn, Kötendə olanda, daha doğrusu Weimarda olanda ondan hər ay bir kantata tələb olunurdu və hər ay bir kantata yazmalı idi. Bu sizə tanış gələ bilər. Haydnda həmçinin Esterqazinin sarayında işləyəndə onun qarşısına həftədə bir simfoniya qoyulurdu. Bildiyiniz kimi bu cür tələblər bəstəkarı bir müddət sonra
bezdirir və onun yaradıcılığına da mənfi təsir göstərir. Bundan sonra o Kötendən də öz istəyi ilə ayrılır və Leypsiqə köçür həyat yoldaşı ilə birlikdə və ömrünün sonuna qədər də məhz bu şəhərdə yaşayır. Leypsiqdə isə özü istəyərək, öz həvəsi ilə kantatalar yazmağa başlayır. Bəzi yerlərdə yazılan məlumata əsasən onun yazdığı kantatalar hətta həftədə 1-ə qədər yüksəlir. Yəni hər həftə bir kantata yazmış olur. İlk əsərini özünün məsələn Veymarda çap etdirmişdisə, məsələn bu Tanrı mənim padişahımdır adında kantatası idi. Onun 71 nömrəli kantatası. Bəzilərinin bildiyi yanlış məlumat var ki, əslində baxın ilk kantatası Tanrı mənim padişahımdır. Xeyr. Bu onun ilk kantatası deyil, 71 nömrəli kantatasıdır. Sadəcə olaraq onun ilk nəşr olunan əsəridir bu kantata. Bundan sonra baxın kantata janrına da çox böyük marağı yaranır və dediyim kimi Leypsiqdə olanda o daha çox vokal instrumental əsərlərə fokuslanır. Bacardığı qədər kantata yazır. Ümumilikdə onun 250-yə yaxın kantatası mövcuddur və bu çox böyük bir rəqəmdir bildiyiniz kimi. Oratoriyalarında da misal kimi o artıq Kötendə yaşadığı dövrdə bu oratoriyaları yazırdı bildiyiniz kimi. Matveyin istirabları, Yohanın istirabları, Markın istirabları, Lukanın istirabları kimi bəzi məşhur passion bəzi yerlərdə keçir, bəzi yerlərdə oratoriya əsərlərini qeyd edə bilərik. Həmçinin yaxşı temperasiyalı klavirin 2-ci cildi məhz burada yazılır 1744-cü ildə. Onu da qeyd edeyim ki, birinci əsəri uğurlu ayrılandan sonra bəstəkar 2-ci cildi də yazmağa qərar verir və bu əsərdə olduqca uğurlu olur. Bunu ümumiyyətlə Avropada 48 prelüd fuqa adı ilə tanıyırlar. Yaxşı temperasiyalı klavir də gedir bunun adı. Həmçinin 48 prelüd fuqa. 48 əsər başlığı altında da gedir. Burada baxın Leypsiqdə yaşadığı dövrdə təəssüf ki, uğursuz əməliyyatları olur, o gözündən xəstələnir, gözü yaxşı görməməyə başlayır və 2 dəfə uğursuz əməliyyat olur. Hətta bu dövrdə yaşadığı zaman həyat yoldaşı ona ən böyük dəstək olur, yazdığı əsərləri nota köçürür. Məsələn, Kötendə olanda Wilhelm Friedman baxın klavir kitabçasını rahat özü yaza bilirdisə, bu dövrdə olanda artıq Anna Magdalena Bachın not dəftəri yaranır. Çünki Anna Magdalena Bach onun bəzi əsərlərini nota salır. Bu dəftərin içərisində tək Anna Magdalena Bachın nota saldığı əsərlər yoxdur, həmçinin Bachın özünün də yazdığı əsərlər mövcuddur. Onu da qeyd edeyim ki, Bachın övladları da özü kimi musiqiçi olur. Onlardan 3 nəfər, Karl Emanuel Bach, Wilhelm Friedman Bach və bəzən İngilis Bachı da adlandırdıqları Johann Christian da sonradan bəstəkar və musiqiçi olur. Hətta Karl Philippin bəzi məşhur qədim rondaları da hal-hazırda günümüzdə olduqca geniş istifadə olunur. Bach uğursuz göz əməliyyatlarından sonra təbii ki, gözünün vəziyyəti daha da pisləşir və o iyulun 28-də 1750-ci ildə vəfat edir Leypsiq şəhərində. Ölümündən sonra təəssüf ki, Anna Magdalena Bachın iş həyatında uğursuzluqlar dolu olur. Çünki o həyat yoldaşı vəfat etdikdən sonra iş tapmaqda da çətinlik çəkir və onunla artıq müdiriyyət də çox xoş rəftar etmir və təəssüf ki, o da 1760-cı ildə vəfat edir. Başda qeyd etdiyim kimi, Bachı görkəmli ifaçı kimi tanısalar da, onun əsərlərini həmin dövrdə insanlar anlaya bilmirdi. Təəssüf ki, ölümündən 100 il sonraya qədər onun əsərləri xalq arasında tanınmırdı. İlk dəfə onun Matveyin istirabları əsəri Mendelssohn tərəfindən Gewandhaus orkestri ilə birlikdə 1829-cu ildə ifa olunur və bununla da Bachın əsərləri gün işığına çıxır. Və ilk dəfə 1850-ci ildə də artıq Bach cəmiyyəti yaranır və bütün Almaniya, hətta təkcə Almaniya yox, bütün dünya onun əsərləri ilə yaxından tanış olmaq şərəfinə də nail olur.